Salam əziz və dəyərli tələbələr, biz bugün informatikadan birinci dərsin ikinci hissəsi ilə davam edirik. Keçən videomuzda əsas anlayışlar haqqında danışmışdıq. Bugün birinci dərsimizin ikinci hissəsi ilə davam edirik. Yenə əsas anlayışlar bölməsidir. Son video izahdır. Yazıda saxlayın ki, informatikanın misallarının həll eləməyinin ən asan yolu bəzi üstü qüvvətləri bilmək lazımdır. Baxın, burada qeyd eləmişəm 216-ya qədər. 216-ya qədər qüvvətləri bilmək bizim üçün çox lazımdır. Bax, 2 üstü 0 həmişə 1-ə bərabərdir. Ümumiyyətlə, nəinki 2 üstü 0, nəinki üzərində 0 olsa, o 1-ə bərabərdir. Bax, məsələn, yazsa ki, 1000 üzərində 0 bərabər neçəyə cavab olacaq 1. Yəni, hər hansı bir kəmiyyətin üzəri 0-dırsa, o bərabərdir 1-ə. Bunu yanınızda saxlayın. Hər hansı bir kəmiyyətin üzərində 1 varsa, o özünə bərabərdir. Məsələn, yazsa ki, 10.000 üzərinə 1 nəyə bərabərdir? Elə 10.000 özünə bərabər olmuş olacaq. Gəldik 2 üstü 2-yə. 2 üstü 2, yəni bu kəmiyyəti 2 dəfə özünə vurmaq deməkdir. Yəni 2-ni 2 dəfə özünə vursaq, 1, 2, 4 eləyir. Məsələn, 2 üstü 3, 2-ni 3 dəfə özünə vurmaqdır, 8 eləyir. Ondan sonra 2 üstü 4 eyni şəkildə 4 dəfə özünə vurmaq lazımdır. 2 üstü 16, 4, 16 eləyir. 2 üstü 5, 32, 2 üstü 6, bunlar indi biraz texniki səbəblərdən aşağı düşüb. 2 üstü 7, 128, 2 üstü 8, 256, 2 üstündə 9, 512, 2 üstündə 10. Bax, bu bizim ən çox istifadə edədiyimiz kəmiyyətdir. 2 üstündə 10 əzbər şəkildə bilinməlidir ki, 1024-ə bərabərdir. 2 üstündə 11, 2048, 2 üstündə 12, 4096, 2 üstündə 13, 8192-yə, 2 üstündə 14, 16384-ə, 2 üstündə 15, 32768-ə və nəhayət 2 üstündə 16, 65536-ya bərabər olmuş olacaq. Burada əslində məntiq sadədir. Məsələn, 1024-ü bilirik ki, 2 üstündə 10-dur. Doğru deyil. Və indi biz bu üstündəki rəqəmi 1 vahid artırsaq, 2 üstün 11 eləsək, ən sonuncu qiyməti 2-yə vurmaq lazımdır. 1024-də 2-yə vursaq 2048 eləyir. 2 üstündə 12 neçə eləyəcək? 2048-i 2-yə vursaq 4096. Məsələn, 2 üstündə 13 neçə olacaq? 4096-ı 2-yə vursaq 8190. 2 etmiş olacaq. Eyni şəkildə 214, 15, 16 da bunun kimi. Yəni, yenə deyirəm, bu üstü qüvvətləri bilməkdən biz informatikada çətinlik çəkərik. Ona görə bu üstü qüvvətləri bilmək çox lazımdır. İndi gələk dərsin ikinci hissəsi olan düsturlar hissəsinə. İnformatikada əsas anlayışların özəyi demək olar ki, buradır. Ən çox imtahanlara düşəndə də düsturlar hissəsindən düşür. Biz burada 2 dənə vacib düstur öyrənəcəyik ki, bunlardan biri mətnin həcminin hesablanmasıdır. Biri də 2 üstündə n düsturu deyirlər. Birazdan onun haqqında danışacağım. 2 üstündə n düsturu haqqında danışmış olacaq. Birinci düsturumuz mətnin həcmi hesablanmasıdır. Mətnin həcmini hesablayan zaman çox sadədir. 3 dənə S kəmiyyətimiz var. Aralarında da bir-birinə vurmaq. Yəni, S vuraq, S vuraq, S. Nədir bu S-lər? Bu S-in biri sətir deməkdir. Digər S simvol deməkdir. O biri də səhifə deməkdir. Yəni, sətri, səhifəni simvolu, sətir, səhifə, simvol bir-birinə vurub, həcmi də byte ilə tapırıq. Keçən videomuzda həcm ölçü byte haqqında danışmışdıq. Yəni, üçünü bir-birinə vurub həcmi byte-a gətirməliyik. Əgər, burada xüsusi bir dənə söz var, Unicode sistemində deyərsə, videoya davamına keçməmişdən, bax, bu Unicode'a bir aydınlıq gətirim, sonra digər hissələr haqqında danışarıq. Unicode nə olan bir şeydir? Baxın, tutalım ki, Seyhun sözünü yazıram bura, öz adımı yazıram. Seyhun sözü deyir ki, ASCII kod sistemidir. 2 dənə kod sistemimiz var. Biri ASCII kod sistemidir, bu standart kod sistemidir. Burada hər bir hərf, hər bir rəqəm, hər bir boşluq 1 byte ilə qiymətləndirilir. Unicode kod sistemi var ki, bu yeni kod sistemidir. Burada isə 2 byte qiymətləndirilir. Bunun məntiqi izahına gəlsə olsaq, ASCII-də 256 dənə simvol yerləşir. Unicode-da isə 65536 dənə kod yerləşir. Bayaq üstü qüvvətlərdən öyrəndik ki, 256 2 üstündə 8-dir, 65536 2 üstündə 16-dır. Bayaq öyrəndik. Bax, bu üzərindəki 8-i götürürük, bitlə adlandırırıq, deyirik 8 bit. Bunun üzərindəki 16-nı götürürük, deyirik 16 bit. 8 bit nəyə bərabərdir? 1 dənə byte. 16 bit nəyə bərabərdir? 2 dənə byte. Onda deyirik ki, ASCII-də 1 byte var, Unicode-da da 2 byte var. İndi testdə necə tətbiq edək? Yazıya, suala necə tətbiq edək? Məsələn, deyəcək ki, Seyhun sözü dırnaq işarələri nəzərə alınmadan yaddaşda neçə byte yer tutar? Bax, sayıram. 1, 2, 3, 4, 5, 6 dənə. 6 dənə simvol var. Unicode-la dediyinə görə, buraram 2-yə bərabər nəyə? 12 byte eləmiş olar. Desəydi ki, ASCII-də onda 1-ə vuracaqdım, tapacaqdım ki, 6 byte yaddaşda yer tutur. Əgər, bax, desək ki, Seyhun sözü yaddaşda nə qədər yer tutur? Sən vurdun, tapdın ki, 12 byte. Variantda da 12 yoxdur. Nə edəcəksən? Byte yoxdursa, bitə keçməlisən, özündən kiçik ölçü vaidinə. Byte-dən da bitə keçəndə bilirsiniz ki, 8-ə vurmaq lazımdır, cavabı yazmaq lazımdır. Yəni, bir ölçü vaidi yoxdursa, durub baxmaq lazım deyil. Digər ölçü vaidlərinə də keçmək lazımdır. Məsələn, belə bir test də versələr, tutalım yazsa ki,
King Master yaddaşda nə qədər yer tutur? Bax sayaq. Burada da desin Unicode sistemində. Unicode sistemində yaddaşda nə qədər yer tutacaq? 1, 2, 3, 4, boşluq, 5, boşluğu da sayırıq. Deməli 4 dənə burada, 1 dənə boşluq, 1, 2, 3, 4, 5, 6 dənə də burada. Ümumiyyətlə nə qədər elədi? Deməli 11 dənə simvolumuz var. Boşluqdan bir yerdə Unicode yerinə görə vurduqca tapdıq ki 22 bayt var. Əgər bayt yoxdursa 8-ə vurub bitlə də tapa bilərik. İndi yoldaşlar, bir dənə diqqətli olacağınız burada bir məqam deyirəm, çaşdırıcı bir məqam var. Məsələn, indi sizə desək ki, sual bu formada qoysa ki, King Master sözü Unicode kod sistemində neçə simvoldur? Bax, bəlkə sualın fərqi vardımı? Bəlkə deyirdi ki, nə qədər yer tutar? İndi deyir neçə simvoldur. Yoldaşlar, burada qarışdırmaq lazım deyil. Unicode olsun, ASCII olsun, qabaqki kod sistemləri var, Morse-dir, Braille və s. Onun fərqi yoxdur. Nədə olur olsun. Simvolun sayını dəyişmir ki. Simvol dəyişirik? Yox. Sadəcə olaraq bizim bu Unicode-umuz, ASCII-miz həcmi dəyişir. Desək ki, həcm, hə, doğru deyirsən, tamam, okey, sən deyəndə problem yoxdur. 2-yə vurardın, sayı tapardın ki, nə qədərdir. Amma Unicode deyirsə, sən bunu saydın 11 tapdınsa, deməli, əgər burada simvol sözü varsa, neçə simvoldan ibarət cavabın 11-dir. Yəni, bu Unicode sözünü aldanıb gedib 2-yə vurma. Hansı halda 2-yə vuracaqdın? Həcmi sual altına salardısa. Amma simvol sözünü sual altına salırsa, elə sənin cavabın olmuş olar. Bilməm, anlata bildimmi? Məsələn, bir dənə də söz yazaq. Məsələn, deyək ki, magistr tələbəsi. Deyir ki, bu ifadə Unicode kod sistemində neçə simvoldur? Bax, sual necə qoydu? Simvoldur. 1, 2, 3, 4, 5, 6, boşluq 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Simvoldur dediyinə görə nə qədər olacaq bunun cavabı? 15. Əgər desəydi ki, magistr boşluq tələbəsi ifadəsi Unicode kod sistemində neçə baytdır? Onda nə edəcəkdin? 15 vurulur 2 bərabərdir 30. Əgər desəydi ki, magistr tələbəsi ifadəsi ASCII kod sistemində neçə baytdır? Onda cavabın nə olacaqdı? 15 özü. Niyə? Çünki ASCII-də hər bir simvol 1 baytdır. 15 vuraq 1, elə 15 verəcək bizə. Bilməm bunu anlata bildimmi? Bunun məntiqi bu qədər yoldaşlar. Keçək indi düsturumuza. Buraları bir təmizləyək. Düstur da çox sadə, bəsit bir düsturdur. O qədər çətinlik çəkəcəyiniz bir məqam deyil. Baxın, düstur necə idi dedik? 3 dənəsi bir-birinə vururduq. Sətr vuraq, səhifə vuraq, simvol. Əgər Unicode desə, Unicode həmişə bizdən nə tələb edir? 2-yə vurmaq. Bərabər həcm bayt. Vəssalam. Bax, indi məsələn deyir, 32 sətr. 32 öyrəndik ki, 2 üstü 5-dir. Vuraq. 128 simvol. 2 üstünə 7-yə vurduq. Vuraq. 2 üstündə 6 yardan aldıq. Burada 64-dən. 64 də nədir? 2 üstündə 6 olmuş olur. Bax, hamısını gördüyünüz kimi bir-birinə vurduq. Bərabər həcmi bayt elədik. Baxın, Unicode sözü deyibmi bizə şərtdə? Bax, şərtdə Unicode sözünü görmürük. Yuxarıda Unicode sözü, hə, o izahdadır. Unicode sözü bizim misalımızın izahında yoxdur. Unicode deməyib deyə sadəcə olaraq bunları bir-birinə vururuq. Deməli, əsas deyilirsə üstləri bir-bir toplasaq, 12, 18. 218 bunun cavabı qutardı getdi. 218 qədər bayt var. Yəni, Unicode da desəydi, Unicode da deyəndə 2 üstünə bir əlavə vurursunuz, əsaslar burada toplanacaq, onda olacaq 219. Yəni, bir dənə dedim, buna aid misal yazıram. Desəydi ki, 64 səhifədən ibarət, 256 simvoldan ibarət, tutalım desəydi ki, desin 100, 128 səs, buna deyək sətir, simvol, buna da deyək səhifə. 128 səhifədən ibarət məlumat neçə kilobaytdır? Bax, sizə belə bir sual verəcək. Deməli, necə tətbiq edək? Düstur nə idi? Sətir vuraq, səhifə vuraq, simvol, bərabər həcm bayt. Burada bir qeyd də yazım ki, Unicode-dadır. Unicode-dadır deyirsə, birinci Unicode sözünü gördümsə, 2 üstündə 1-ə vuraram. 2 üstündə 1 vurulsun. 64 səhifə, 64, 2 üstündə 6-dır. Vuraram 2 üstə 6-ya. 256 simvol, 2 üstə 8-ə. Vuraram 128 səhifə, 2 üstündə 7-yə. Bərabər eləyərəm həcmi bayta. Yoldaşlar, bizim düsturumuz baytdır. Amma bu bizdən nə istəyir? Kilobayt. Yadınıza gəlirsə, keçən zaten demişdim. Bayt, sonra nə gəlir? Kilobayt. Kiçikdən də böyüyə keçəndə nə edirik? Bölürük biz bunu aradakı fərqə. Bilirsiniz ki, bunların arası 2 üstündə 10-dur. Bizə də bitlə baytın arası 2 üstü 3-dür. Deməli, bu üstün nə edəcək? Gələk buradan yazaq. Toplayaq üstləri. 2 üstündə 7, 2 üstündə deməli
tam topası 2 üstündə 14, 2 üstündə 14 də bunu toplasaq 2 üstündə 22 eləyəcək. Burada da 2 üstündə 10 yazsaq aşağıda. Əsaslara enisə üstləri çıxsaq 2 üstündə 12 qalacaq. 2 üstündə 12 də 4096 kilobayt etmiş olacaq yoldaşlar. Bilməm bu düsturu anlata bildimmi? Test üzərində daha yaxşı baxarıq. Kim də anlamadısa bu məqamı videonu geri çəkib yenidən izaha baxa bilər. Deməli, əlifba düsturu. Bəzən buna 2 üstündə n düsturu da deyirlər. Əlifba düsturu çox sadə bir düsturlardan biridir. 2 üstündə n düsturu nəyə görə biz 2 üstə n düsturu deyirik? Çünki bizə buradakı n lazımdır. 2 üstə n düsturunun yazılışı n vurulsun simvol bərabərdir həcm bit. Bu düsturu yoldaşlar nə zaman tətbiq edir? Baxın, burada bir dənə misal verilibdir. Simvollu əlifba. Bax, bu sözü gördünüzsə, aparın bu düsturu tətbiq edin. Yəni, haradakı simvollu əlifba düsturunu görsəz, sözünü görsəz, bax bu sözü. Bu düsturu tətbiq etmək lazımdır. N vurulsun simvol bərabərdir həcm bit. Bir dənə bax bu simvollu sözlə buradakı simvolu qarışdırmayın. Bu başqa simvoldur, bu düsturun adındakı simvoldur. Sizdə görürsünüz burada simvolu soruşur. Sizin o bura düstura qoyacağınız simvol isə başqa bir simvoldur. Deməli yoldaşlar necə edirik? Bu n ki var, bu n 2-nin üzərindən alınır. Bu 2 üzərindəki n isə simvol əlifba sözünün qarşısından alınır. Yəni, sən simvolu əlifba sözünə baxırsan, qabaqda yazılan bu rəqəm sənin 2 üstə n-indir. Yəni, 32-ni 2 üstündə 5 yazarıq. Buradan biz nəyə götürmüşük düsturumuza? N-imi götürmüşük. Deməli, n-i götürdük, düstura yazdıq. Vurulsun. Simvol yazmalıyıq. Simvolu soruşur deyə bizdə yoxdur. Bərabər x-a. Bərabər həcm 80 bayta. Yoldaşlar, bizə dənə diqqətli olarsınız ki, bu düsturda bitdi, bayaqki düsturda bayt idi. Bayaqki düsturumuz nədir? Sətir səhifə düsturu. Orada baytdı, burada bitdi. Düsturun standart həcmi bitdi. Deməli, sana 80 bayt verirsə, sən nəyə gəlməlisən düsturun tələbi yerinə yetirmək üçün? Bəli, bitə gəlməlisən. Baytdan da bitə gələndə nə edirik? Böyük ölçü baytdan gələndə, deməli 8-ə vurmuş oluruq. Deməli, 5x bərabərdir. Burada da 80 vurulsun 8. Nə qədər eləyəcək bunlar? 640 eləyir. X də bərabərdir. 640-ı 5-ə bölüb cavabımızı taparıq. Burada deyəsən, yüngülvar bir dənə səhv eləmişdik kitab yazanda, onu redaktördə düzəldəcəyik. 640-ı da 5-ə bölüb biz bunu bitlə cavabını tapmış olarıq. Bunda məntiqi bu qədər. Audio həcm düsturu var. Buna aid geniş ayrıca bir misal yazacaq. Növbəti testlərdə, test üzərində bu misallar veriləcək, izahlar veriləcək. Yəni, buna aid bir neçələr nümunə yazaq. Məsələn, desək ki, 256 simvollu əlifba yaddaşda tutan desin ki 10 bayt yer tutur. Neçə simvol mövcuddur? Neçə simvol? Deməli, simvol əlifba sözünü gördük. Bu simvol əlifba sözünün qarşısındakı rəqəmdən 2 üstündə n-imizi alaq. 2 üstündə 8-dir. Burada bizim n-imiz nə idi? 8. Düsturu ümumiyyətlə yadımıza salaq. N vurulsun simvol bərabər həcm bit düstur. Düzdür? N-i hardan aldıq? 2 üzərində qüvvətdən. Deməli, 8-i, yəni 2 üstə 3-ü vuraraq simvolun sayını x-a bərabər yaddaşda 10 bayt yer tutur. 10 bayt yazdıq. Düstur bitməlidir. Baytdan da bitə keçəndə deməli vurmalıyıq biz bunu 2 üstündə 3-ə, 8-ə və bu 2 üstü 3-lər bir-birinə ixtisar geçsə x bərabərdir 10 qalmış olacaq. Bu da bizim 2 vacib düsturumuz və bəzi vacib məqamlar. Növbəti izahlarda görüşərik.